Pomidor xiyar yiyirəm yaşa. Yeni mahnı ifa edib qoymuşam. Fikrinizi yazarsınız mahnının altında. Mənə dediniz, sümüyü olmur bunun. Camaat deyir, bezib ağzı əri göz çaşdan. Lağ eləməyin də, Allah onu da elə yaradıb. Neyniyək? Moskvadayım evimdə. Peter'e yaxında gələcəm. Camaat məndən bezməyib. Camaat ağzı əri göz çaşdan bezibdir. Qoy bunu blok eləyim bu çuşqanı. Bunu blok eləyim. Məni kimi gözəllikdən məhrum olsun. Yan, mən gözəllikdə xanımı görməyəcəksin. Всё. Əslində gün axşama qədər yemək yeməmişəm, mədəm balacalaşıb. Talışam, yox. Hə. Bilirsiniz necədir? Heç görmüsünüz bar verməyən ağaca daş atalar. Yazın görün. Yeməyi restorandan alıram. Bir kusok balıq. Bəs elədir. Mən görmək istəmirsənsə blok elə də, ay canım. Niyə blok eləmirsən? Bilirsən niyə? İstəyirsən gözəl xanım görəsən, təbii, əməliyyatsız. Ha. Nə balığıdır? Siz dediniz aldım. Amma yaxşıymış. Su ilə gələnin adı nədir? Almana nə olub? Peşiyor Alman səni tanıyır mı? Dünyanın ən inkişaf eləmiş ölkəsidir Almanya. Gör kim Almanı bəyənmir. Külü qoyum sənin başın. Hər siyom qabal. Allah haqqı. Yox. Kütlə qarşısında, valla izləyicilər dedi yemək ye, dedim baş üstə. Dedilər baboş kimi sən də yemək ye, sənə layiq verək, dedim yaxşı. Var günah onlardadır, onları. Valla hamının evində çörək də var, pomidor da var, xiyar da var. Nə yiyirəm ki? Kefir içirəm, pomidor, xiyar. Bir dənə bugün boşam. Kimin toy var ki? Bir dənə məndə var da 13 dənə toy. Limon var. Limonlu.
zeytun yağıdır. Bir də yarım kusokda bundan yiyeyim. Mən bura gələndə mənim ödümdə qatılaşma var idi. Produkt nə tər gözəldirsə burada, bütün getdi. Yəni öz-özünə heç bir həkimə getmədən, heç bir dərman qəbul eləmədən ödüm də düzəldi. Hər şey də düzəldi. Saçlarım düzəldi. Dırnağım, Allah and olsun öz dırnağımdır. And olsun Qurana. Yəni heç nə qoymuram. Süyünü heç bir şey. Manikürümə gedirəm ifsi. Şeydən ikra gətirmişəm. Lasos balığının ikrasını. Nədir o Sibirdə? Adını siz yazın görüm. Da her gün koyulmaz ha. He. Bəlkə dadını səhv deyirəm mən. Qalik qarajdadır. Bir dənə də buradadır 002 nömrə ilə. Sağ olun. Biri mənə yazıb aferiska. Hoşuma gəlir ha. Aferiska olsa bir şəmkir kişisi də tapıb bir də mən doğub şantaj eləyərəm. Məndə aferistlik yoxdur. Yazıq canım. Show biznesin müğənnilərin çoxusu Şəmkirdən kişi tapır, Şiştəpədən. Kişi də piyan olanda bijin doğur, sonra da kişini şantaj edir. Bir dənə də birazdan çay içərik. Allah hərənin öz kişisindən özünə xeyir versin. Mənə lazım deyil. O, Elay Butik. Krasavitsa Aynur xanım. Öpürəm səni. Deyirəm, bacı, doymuşam. Çoban salatını nə yiyirəm, axıra gedər. Deyirlər, boş qabın dibində yemək qoyanda ərin eybəcər olur da. İndi ona görə, yoxsa doymuşam. Zeytun yağıdır, limondur, pomidor, xiyar. O, sağ olun Naziyənin xanım. Naziyənin xanım mənə kimsə o bir evdar xanımdır, ürək göndərir, hədiyyə göndərir. Çox sağ olun, çox sağ olun. Elay Butik, spasiba. Xiyar pomidorum deyir, yoxdur. Vallahi mən nə alanda qiymətinə baxmıram. Pomidor xiyardan kökəlmək olmur. Boşqabımın dibini elə yedim ki, hələ bir qısaq çörəklə də belə göyçək eləyim. Mamet lap göyçək olsun. Bəh. Mişa, indi hünərim var, göyçək olmadı. Buna bax. Bax. Şəxsiyə baxanla başım işləyir. Burada biraz kefrim qalıb. Всё. İndi duxun çatır göyçək olmaq işi. Yo, içməmişəm. İçəndə xəbər eləyəcəm, narahat olmayın.
İçki ziyandı, amma bayramlarda, ceyranlarda hərdən içirəm. O bir dənə kişinin videosu var idi. İçmişəm, əcəb eləmişəm. İndi onunki olmasın. Adam var içir, bu oyunu almır. Belə bizim zonada bu Toz, Qazax, Gürcüstan zonası içməyi sevirlər. Mən də şərab sevirəm. Başqa heç nə içə bilmirəm. Hə, yəni ki, indi elə yazdınız ki, güya mən belə deyəcəm, ay yox, mən niyə içməyim? Sağlam adamam, mədəm yerində orqanlarım, qəşəng qaraciyərim, çiçək kimi. Bu da belə. Yox, içmək ziyan da, içkini təbliğ eləmirəm. Amma biri yazdı ki, içkilisən, deyirəm, yox, gün içməmişəm. İçkini 8 Martda, bir də Novruz bayramında. Öpürəm sizi. Gedim mahnıma baxım, görüm nə yazmısınız. Təzə bir mahnı paylaşmışam. 3300 adam, yaxşı çıxmıram. Bir dənə də çayın altını yandırım. Bir dənə də çay. Hə. Bir dənə də çay içeyim. Necə mənə şər atırsınız, ayıb olsun sizə. Utanmırsınız, mənə kimi xanıma şər atırsınız. Vay, 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 vay. Heyf mənim əziyyətimlə Elşad. Heyf. Əlimi də yum gəlim. Və gözlərimi siz biraz da gözləyin. Heyf mənim əziyyətimlə. Hə. Heyf mənim əziyyətimdən Elşad, heyf. Nicat приглашает вас на совместный эфир. Nicat, mən nə bilim, bəlkə sən ağzı əri göz çaşın adamsan. Bu nə da? Tüklərim biz durur. Hər şey, bu səhnə 55'i keçdinsə apar, ged evində ot nəvələrinə bax. 60'da 65'də olar canları sağ olsun bizim müğənnilərin. Yəni səhnə gözəllik, cavanlıq sevir. Mənim də indi 47 yaşıma keçmişəm. 7-8 ildir zadla mən də oxuyacağam. 55'dən sonra gedib oturacağam şeydə. Harda məsələn? Bakıda dənizin kənarında, bağda məsələn. Sibrizdə. Hə. Ağzınızdan çıxsın, onu yazan qoyununuza da olsun. Mənə yaxşı yazanların da ağzından çıxsın, qoyununa da olsun. Şeydə deyirik, Zaharın verişində deyir, heyf mənim əziyyətimdən Elşad, heyf. Gördünüz yeməyimin nə gözəl. Sonra mənə deyirsiniz, nə yaraşıqlı yoldaşım var. Yeməyimin, boşqabımın dibin belə sıyırıb yiyirəm. Ona görə də həyat yoldaşım kukuladır, kukula. Vallahi yox, Allah haqqı. Vallahi yox. Paxıllar, partlasınlar. Mürşid İskəndərov. Bu oğlan kim oxşuyur? Rəssama da oxşuyur, bəstəkara da oxşuyur, dəli şairlərə də oxşuyur. Mürşid İskəndərov. Yaz görün Mürşid. Nə işinə baxırsan ay Mürşid? Bax, dəli şairlərə də oxşuyursan, bəstəkara da oxşuyursan. Könəyin 5 manatlıqdır, yox. 12 manatlıq. Deyim də 25 manat. 30 rubl almış. 30 nə idi? Səhv dedim. 30 manata. Özümüz küsüz də, nə olacaq? Belə bahalı qonaqlarla qonaqlığa gedəndə brendlərimi giyinirəm. Balenciaga'mı, Hermes'imi, Dolce Gabbana'mı. İndi burada özümüzük də, TikTok'da nə bilirsiniz nədir? Sizə hələ bu da çoxdur. Yazın, Nicat fenomendir. Lap gözəl. Çox dost tanışlar deyir, biz sənə yazırıq, yığırıq orada, nələr gözəl sözlər oxumursan. Vallahi görmürəm. Bir çox müğənnilər də deyir ki, belə, çox sağ olun. Sizin xoşunuza gəldisə, deyirəm çayı birazdan içərəm. Yemək üstdən sıradıca. Gəlin bir yerdə çəkək. Bugün 69 kiloydum. Yox, indi paltar var əxəynimdə, elə 2 kilo paltarımdır. Paltarla çəksəm 71 zad görüləcək. Nicatı qəbul edeyim, yaxşı. Nicat təzdən göndər görüm, nə qəbul edeyim, neyini? Nədir? Qazaxlardan niyə? Yox, Qazaxları çox istəyirəm.
Düzdür, bir qohumumuz var, Qazaxdandır. Biraz üzr istəyirəm, indi hər yerin yaxşısı pisi də var. Bütün nəsli bir-birinə qırdıran qohumdur. Gəlin gəlib bizə dəhşətdir. Demirəm, bura qədər bəhsidir. Qocalıb uca daha hegemonluğu qalmayıb. Yox, Qazaxlılar çox istəyirəm. Nə yaxşı sakitləşmişəm deyəndə dəymə mənə, dəyməyim sənə. Yox, 60 yaşında ağzı əri gözü şaş hər gün bir dənə haqqımda vay iftiralı videolar düzəltsin də. Qazaxlı deyiləm, yox, mən Təbrizdənəm əslən. Amma Tovuz, Qazax, Şəmkir, Akstafa, Gürcüstan obamdır, el obamdır. Amma özüm əslən Təbrizdənəm. Görmürsünüz, gözəllikdə bir tanəyəm. Təbii, özlə xahiş edirəm birindən sonra mən buradan aparıcılara da səslənirəm, sonra deyəcəm də toylarda da. Mən təqdim eləyəndə deyin ki, dünyanın ən təbii müğənnisi. Bəli, bəli, bəli. Ay aman, maşallah, maşallah. Niyə 2500 oldunuz? Bəyə 3500 idiniz. PK, hə, yaxşı, PK eləyək də. Yox, qoymam, etdən icazə alım. Birdən, sən Allah, yox, bu yaşda bir ər tapmışam, sonra məni boş yer eləyər. Lazım deyil. Can, güllərim qalıb, harda qalıb gülüm? Təyyarə uçuşları olanda gətirə bilmirəm. Çox sağ olun. Amma yaxında toylarda olacağım yenə. Tümendə, İrkutskda, Tomskda, Surgutda. Hə, gül almaqda davam eləyin, sevirəm. Siz gül verəndə ürəyim açılır. Belə çox bahalı da almayın, sizə qıymıram. Elə 3 dənə roza olsa bəsdir. Nicat tərbiyəli oğlan Tovuzdandır. Allah canını sağ eləsin. Şofer yox, ay Seymur. Özüm şoferəm də, özüm hambalam da, qulluqçuyam da. Bax, indi qablarımı qalxıb yuyacağım. Bu qabları. Adım Afət, mənim o bir adım nə olub tapın deyim sizə. Mən ev remont edib satırdım. Adımı orada telefon nömrəsini qoymuşdum. Efirdə danışmışam. Adım nə olsa yaxşıdır. Yazın görüm. Mən ölüm, yazın görüm. Mən də sizi sevirəm. Hə, vəfa, düz. Maklerə nə olub ki? Mən ev alıb remont edib satırdım. Makler hazır evi satır. Mən öz evimi remont edib satırdım. Valla görmürəm, başım çıxmır ki. Mən PK eləsəm, Nicat udacaq, mən udacam. Onu yazın görüm. Yazın görüm. Nicat yoxsa mən. Birdən məni uduzdurarsınız ha Nicata. Mən uduza bilmirəm. Nardarına sizə gəlmişdim, laf gözəl. Haçan çoxdan olar. Gül, parnik. Ay Allah. İndi Bakıya gələndə yenə yazacağım sizə. Elə indi sizə qonşu gəlmişəm Sibrizə. Yayda göndərərsiniz mənə yenə gül. Gələrəm sizin parnikə. Dostlar, bu oğlanın bir parniki var. Halal olsun. Ay Allah. Halal olsun. Yo, elə deməyin rayonlulara. Nə olub ki rayonlular? Kənd, rayon olmasa heç şəhər də olmaz. Mən də kəndciyəm. Mən sevirəm kəndi də, kəndçiləri də. Və sizi də, elə şəhərləri də sevirəm. Amma ki, kənddə məhsullar əkilib becərməsə, şəhər adamları hardanlar meyvə tərəvəzi. Ay Allah, nə qədər yazırsınız. Öpürəm sizi, çox sağ olun. Mən də sizi sevirəm. Ekranımı tıklayın, 41.000-əm. Gələndə xəbər eləyərəm. Buradan görəcəksiniz zaten. Qızınızın toyuna baş üstə. Niyə oxumuram ki? Oxuyaram. Yox, heç nə eləməmişəm. Heç bir əməliyyat eləməmişəm. Bir dənə bu ayın bir 3-4 gündən sonra gedəcəm. O Zaura deyirəm, sən eləyəndən. Vitamin
Biomezozat, vitamin də, yəni doluğum olmayacaq. Amma istəyirəm acaba dodağımı böyüdəm. Bir dənə dodağımı böyüdüm, böyütməyim, yazın görüm. Dodağımı böyüdüm, yoxsa qalsın. Azca belə. Baş üstə. Yox. Belə gözəlsiz. Təbii gözəl, baş üstə, yaxşı, dodaq qaldı. Onda biomezo deyirlər, vitamindir o. Üzə doluğu deyil. Vallahi mən əslində, mən Allah Taala ilə yaradıb ki, belə paxıllığınız da tutmasın. Mənə ehtiyac yoxdur. Vallahi. Belə gözəlim. Çox sağ olun. Mən həmişə bəylərin zövqü ilə bəzənirəm, bərtənirəm, düzənirəm. Çünki bəylər paxıl deyil, bəylər düzün deyir. Xanımlar istəyir ki, mən eybəcər olam. Hamısı yox ha, bəziləri. Fizi, buradasan? Ay Fizi, xoş gəlmisən, ay Fizi. Sənə bir dənə moderatorluq verirəm, ay Fizi. Ay Fizi. Qoy bunların bəzilərinin içərisində. Harada da? Ay Fizi, haradasan? Bir dənə yaz görüm. Fizi. Mən də belə lağlağı danışanda yazırlar ki, kefi yuxarıdır. Fizi, bir dənə salam yaz görüm. Fizi deyirəm, Zuzu yazır. Can. Bir yaxşı kino tapmışam. Böyündən 2-3 gün boşam. Ondan sonra kosmetoloqum həkimdir. Qızım kosmetoloq həkim nə lazımdır? Kama xanım, harada yaşayırsınız? Direktimə yazarsınız. Fizi mənim ürəyim. Bir dəqiqə. Fiziyə mən moderatorluq indi verəcəm. Partlasınlar qoy. Ay Fizi, necə tapın bunu? Fizi, təzdən yaz, ay Fizi. Saç düzümünü deyəndə özümüzük də. Ay Fizi, indi buradan necə eləyim? Bunu necə eləyim, ay Fizi? Jurnal, padarka. Aha, mən bunu necə eləyim, dostlar? Fizi, hədiyə atma. Bura bir dənə salam yaz. 2-3 dənə salam yaz, tapacam. Qocalmışam, Allaha şikayət elə. Allah eləyib, əlimdə deyil. Allah deyiləm ki, mən. Nə olacaq? Mən qocalmaqdan zaten qorxmuram. Sizdən ötürü nə fərqi var ki? Sizdən ha. Ay Fizi. Bir salam yaz, görmürəm. Yo, mənim vecimə zada deyil ha, qocalmaq zat. Çünki Allahın işidir, Allahın işinə də kim qarışa bilər ki? Təki qocalım, gəlim bir, çox demirəm, 80-cə yaş, 85 də yaxşı, 85 yaş. Hə, vallah, 85 il yaşayım. Əslində heç nə pis şey yazmırlar, ay Fizi. Maçello. O, Fərhad Tufan. Tufan eləyir bu oğlan. Doğrudan da tufanlı da, toyların yaraşığı, bu qardaşlar ansamblı. Mən onlarla toya düşəndə partladırdım o toyları. Vallahi. O, Rasim Abdülkərim. Eşq olsun, dəyərli şair dostumuz Qazaxdan, Səmət Vurğun diyarından. Xanım ana mahnısı oxumuşam, dostlar. Onun söz yazarı. Sabir Moskvaya gəlmişdi, Rasim bəy. Hə, amma bir centilmenlik elədi, barışdıq toyda. Buradan salamlayıram. Anası da anlayıb onu ki, adam da el qızına belə sözlər çıxıb efirdən deyərmi? Davam bizim qonaq idi, afisiyantı çağırdım. Dedim, Sabirə yaxşı qulluq elə. İndi bu da elə başa düşüb ki, mənim burada belə Əzrail kimi görür axı, belə danışıb, dəli dolu danışan kimi. İndi elə başa düşüb ki, bunu toyda bununla dalaşacam.
Dedim yox, sən birincisi qonaqsan, ikincisi toy dava yer deyil, üçüncüsü də ki, Allah'a şükür, söyüşməmişik, döyüşməmişik. Sən mənə irad bildirmisən, mən də cavab verməmişəm. Nəysə, toyda da bir şəkil çəkdirdik, barışdıq. Xanım ananı da duet oxuduq canlı. Hə, Allah canını sağ eləsin. Hə, centilmenliyi əslində o elədi. Mənim elə oğlum pis ola bilməz əslində. Ona görə də görürsüz dostlar, bax. Çox sağ olun deyir, makyajlı. Valla makyajlı, makyajsız, eybəcər də olsam, gözəl də olsam, sizin üçün bəzənmirəm bəzənəndə də. Gözəl də görünəndə sizi düşünmürəm, inciməyin. Mən özümün ürəyim nə istəyir, onu eləyirəm. Oğlaq, dekabrın 31-i. Doğulduğum tarixi də Allah Taala seçib yaradıb məni. Siz baxın da indi. Fizik 2 nəfər var idi, blok elədim. 2 nəfər. Qalan hamısı danışanda baş... Gör nəyə fikir veriblər. Force eləyirəm də ona görə. Sabah ad günündür. Təbrik eləyirəm. Var olun. Can, Təranə xanım, o gün şəklini paylaşdım. Allah rəhmət eləsin. Allah bağlarına səbir versin. Aha. Toyunuza baş üstə. Zema, sən özün mənim gözümün şəklini qoyub, məni də bəyənmir. O göz mənim gözümdür. Mən gözümü tanıyıram. Dostlar, burada bir Zema var. Mənim gözümün belə şəklini, delini gözümü şəkildən çıxardıb, aparıb ora qoyub. Halal xoşun olsun, Zema xanım. Problem yoxdur. Ağzı ər göz çaşın trolları gəldi yenə. Narahat olma, Əli. Mən onların o yazdığı, nə yazır yazsın, vecimə deyil. Yəni, doğrudan vecimə deyil. Yəni, vecimə olsa mən canlınıza da açmaram axı. İşimdən ki göstərirəm hər gün toyda. Yanvar ayında heç kimin toyu yox. Bir dənə büyüm boşam. 13 toyu olan müğənniyəm yanvar ayında. Mənim toya başqa millət aparmır ki, Azərbaycanlılar aparır. Значит, kraliça özüməm. Burada yazanlar o hərdən bir 2 nəfər alaq otları var. 60 yaşında ağzı əri göz çaşın trollardır. Şeyə gedir 100 manata oxuyur show proqramı. Onu da gətirir 50-50 bölür bunlara verir ki, girin afətisi. Qazaxlıları mən də sevirəm. User. Seda Sayanla eyni gündə. Elay Butik, ay xanımlar. Elay Butikdə nələr var, nələr. Bir sirr açacağım. Mən ailə qurmaq istəyirdim. Normal yaşıma uyğun boşanmış bəyəfəndi tapa bilmirdim. Nə də subay, nə də boşanmış. Yaşıma uyğun yox. Elə ki, Elay Butikdən paltar aldım, geyindim. Elçi dalınca, nə bilim, bəh. Qırğın qiyamət. Elə əlləri yüngül oldu. Elə o paltarları götürdüm, gəldim. Halal eləyin, Aynur xanım. Düzdür, paltar biraz adamı kökəldir. Belə deyim ki, əlləri yüngüllərə gedirsən, amma sonra kökəlirsən. Eyb yoxdur, paltarlar indi olmur əynimə. O da Aynur xanımın günahı deyil. Bax, bu çənəmi saxlasam, yeməsəm, arıqlayaram. İndi dostlar, gedim, özümü çəkim, sizə göstərim. Bayaq dedim 69 kiloyam. İnanırsınızsa göstərməyim. İnanmırsınızsa bir yerdə çəkək, yazın görüm. İnanırsınız mənə, 69 kiloyam. Bu gündən diyetadayam. Gün ərzində bircə dəfə yemək yedim. Bir kusok balıq, yarım çörək, yağ ikra, yarım stəkan da kefir. Всё. Bir də bir pomidor, bir xiyar, zeytun yağı, limon. Bu mənim bir sutkada yediyimdir. İnanmırsınız? Ayıb olsun sizə. İnananlar, inanmayanları başa salsın. İnanmırsınız? Özümü çəkim indi. Gəlin belə eləyək də. Mənim əynimdə bir, bax, belə paltarlar var. Bu paltarı ağır şalvardır. Ağır da koftadır da, yun kofta. Şalvarla kofta neçə kilodur? Bunu yazın görüm. 2 kiloya razısınız əynimdəkilər. Yazın görüm neçə kilo. Yəni bax, çəkəcəm sizin gözünüzün qabağında. Üstdən 2 kilo çıxarsınız. Çünki mən bəyək çəkmişəm, 69 kiloyam.
Yo, 1 kilodan çoxdur. 3 bax 69-un üstündə nə göstərsə, indi çəkirəm özümü. Pırpız baş olun dana. Hə. Hazırsınız? Hazır mısınız? Hərə bir rəqəm yazsın. Nə qədər gələrəm tərəziyə? Çəkirəm ha özümü. Baxın. Bunu nə cür fırladım o üzü. Hardan fırladım ay fizi bunu? 75 yox. 73 görünəcəm ya da 72 yarım. Niyə? Paltarım 2 kilo 2 kilo yarım zad. Mən bunu hardan fırladım ay fizi? Yoxdur. Telefonda hələ yarım kilo şeyi var. 71, 75 bax. Görə bilirsiniz? Görə bilirsiniz? Görə bildiniz? 71 yarım. Üstündən nə qədər çıxırsınız? 2 kilo paltara çıxın. Əlimdə telefon da var. Yarım kilo elə telefondur. Özdəki axşam üstü çəki bilirsiniz də artıq. 71. Hə, üstdən 2 kilogram çıxın 69-am valla. Səhər az qarına çəkib paylaşacağım. Səhifəmi izləyərsiniz. Yox, gündə bir dəfə yeyirəm. Boyum 1.65-dir. 63-ə düşəndə bir siz nətər oluram. Ay Allah. Madam Madmazel. Krasavitsa. Çox arıqlamıram. Arıqlamağı da sevmirəm. El olanda gözümün ətrafı zad belə çökür. 63-ə düşmək istəyirəm. 7 kilo arıqlamaq istəyirəm. Qəşəng qadınam, çox sağ olun. Gözləriniz gözəldir əslində. Ucara, yaxşı. 69-am. 85-ə qalxıbsınız. Boyunuz neçədir? 1.65 boya, 69 çoxdur. Bəli, bəli. Düzdür, kablukla oluram 1.75, даже 1.80-ə yaxın. Bu çəkim qəşəng qalır. Paltarda belə asetrina balığına oxşuyuram. Burasını çəkib paylaşacaqlar, indi bilirəm. Siz də mənim ürəyimsiz. Toy olmayan müğənni efirə çıxır da, o efirdə olanların heç birinin toyu zadı yoxdur. 100 manata show proqramda oxuyanlardır. Конечно, sizin müğənninizin öz evi mi nədir? Burada 4 dənə evim var. Dəlisiniz. Və papağı boş günə yandırıram mən burada. Mən ev xəstəsiyəm. Hər il ad günümdə özümə bir ev alıram. Hər il. Sabah gedəcəm bu şəkilləri asmağa o bir evə. Sizə göstərdim şəkillər. Göstərim yenə. Görürsünüz, bax bunu asacağım. Bunu kuxnaya asacağım. Bunu da asacağım. Bir yer taplasacağım da. Nətərdir? Mən belə klassika sevirəm. Bu mənəm. Bu da Mamedin qocalığıdır. Deyir, nə olar, gəl oynayaq. Mən də naz eləyirəm. Dünya malı dünyada qalar. Hə, mən kömək eləyən kim pul itirirəm. Mən kimə kömək pul itirirəm. Mən kimə kömək pul itirirəm. Mən kimə kömək eləyən ki, Bakının Nərmanovundan 200.000 dollara aldım. Bunu özüm yaşamıram, kiraya verdim. Amma orada 100.000 dollara zada almaq olar deyə düşünürəm. Moskvanın harasında? Ryazansk prospektdə qalıram. Təranə xanım canlıdadır. Deyim PK eləyək. Ay Təranə! Adın qalsın, afət. Qalsın da. Nə yaxşı getdim. Ərə getdim də. Zorla ərə aldılar ki, sən ərə getməlisən. Dostlar, nədir onun adı? Normal qadının əri olar da, düşünürəm ki, düzdür. İndi biri var ərin ölə, o heç o başqa məsələ, ərə getməyəsən. Sağlam qadınla mən niyə ərə getməyim ki?
Siz də kukulkasız. Matillo, çox sağ olun. Bu kimdir ha? Famil Muhab. Ay Famil, mən səni tanımıram. Oy Famil, vay. Vay, bu nə Famil idi? Bu kim idi ha? Valla mən heç kim üçün darıxıb eləmirəm. Görüntü var, hər gün danışıram. Oğlumla da, gəlinimlə də, bacımla da, bacımın uşağı ilə da. O bir telefonumu gətirim, danışım, baxın. Danışım. Hə, vallahi o kim idi ha? Vay. O nə idi? Dayan görün bir. Oydu o. Hə. Bacım Münxendə. Əri onun Almandır, böyük şirkətin müdürüdür. Eurovision binasını tikirdilər ey Almanlar. O şirkətin müdürlərindən biridir. Yeznəm gözəl insandır. Hə, toy yanvarda zəifdir axı, 13 toyum var. Heç o biri müğənnilərdə o da yoxdur. Görmürsünüz, hamısı show proqramdadılar. Tak. Bir dəqiqə. Bax. Mən ölüm bir dənə